Xalq artisti Şeyx Əbdülməmmədov səhhətində yaranan ciddi problemlər səbəbilə xəstəxanaya yerləşdirilib. Bu barədə Lentaza danışan sənətkar bildirib ki, son günlər səhhətində narahatlıqlar artıb. Sağ tərəfimdə quruma gedir, uyuşur, bronxlarım yaxşı vəziyyətdə deyil. Məni boğur, nəfəs ala bilmirəm. Qan təzyiqim çox aşağıdır, dəmir çatışmazlığı da var. Artıq bir həftədir xəstəxanadayam. Əsəb və qocalıq məni öldürdü. Sənətkarın səhhəti həkim nəzarəti altındadır. Tovuzun Aşağı Ölsüzlü kənd sakini Vətən müharibəsi iştirakçısı 1985-ci il təvəllüdlü Vüsal Əşrəfoğlu Tağıyev vəfat edib. O uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Mərhum kənd qəbristanlığında dəfn edilib. Qeyd edək ki, Vüsal Tağıyev döyüşlərdə göstərdiyi xidmətlərinə görə, Kəlbəcərin azad olunmasına görə Vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunub. Ötən il kirayə yaşadığı evdən çıxarılan tanınmış ilahiyyatçı alim Fazil İsmailov vəfat edib. Bu barədə mərhumun yaxınları məlumat verib. Qeyd edilib ki, 77 yaşlı fəlsəfə doktoru küçədə gedərkən qəfil yıxılıb və vəfat edib. Xatırladaq ki, bir il əvvəl kirayə borcunu ödəyə bilmədiyi üçün ev sahibi onu Fazil İsmailovu mənzildən çıxarmışdı. İddiaya görə o bir illik kirayə haqqını ödəməmişdi. Qeyd edək ki, Fazil İsmailov Ankara Universitetində 17 il müəllim işləyib, 29 kitab müəllifi və Quranın rusca və Azərbaycanca tərcüməcisidir.